Yeganə qol da standart vəziyyətdən vuruldu. Kadinin yenə öz səviyyəsini Kadi göstərdi və gözəl zərbə ilə bu oyunda hesab açdı. Baxın, bu onun fevral ayının 11-dən bəri vurduğu 5-ci qol idi və 7 asisti eləyib və bütün bunları cəmsi 7 oyunda. Və bu qısa müddətdə məhsuldarlığa görə Qarabağın bir neçə hücumçusunu qabaqlayıb artıq. Bu gedişlə bombardilərə çatır. Mən heç şübhə eləmirəm. Yalnız ondan irəlidə Kaşuk 6 top, Axundzadə 8 top və Andrade 11 top vurur və bu gedişdə sən qeyd elədiyin kimi gəlib onlar da keçəcək. Yəni, başqa sözlə, əgər Kadi əvvəlki formasını bərpa eləyə bilsə, düşünürəm ki, bu çox böyük qüvvə olacaq. Qarabağ olacağı artıq heç kimdə şübhə doğurmur. Sona 7 tur qalmış 15 xallıq fərq görünür. Bu yüzden də komandada bir qədər arxayınçılıq hiss olunur, yaranıb. Amma Zirənin də haqqını yemək olmaz. Komanda müdafiədə çox yaxşı oynayaraq sona qədər mübarizə apardı və son saniyələrdə hesabı da bərabərləşdirə bilərdi. Əgər penaltini qaçırmasaydılar, düşünürəm ki, ən azı bir xal qazana bilərdilər. Qarabağ açığı bu oyunda özünə bənzəmirdi. Komanda xal itkisi ilə üzləşə bilərdi, qeyd elədiyimiz kimi, və bu heç də sürpriz də olmayacaqdı. Birinci hissədəki Qarabağ ötən ilki Qarabağa bəzlədi. Amma ikinci hissədə Zirə daha yaxşı təsir bağışlayırdı. İndi elə vəziyyət yaranıb ki, 2-3 tura Qarabağ çempionluğu rəsmiləşdirə bilər. Düşünürəm ki, 7 turda 15 xal fərqi itirmək bu sadəcə olaraq fantasiya ola bilər ki, bu 7 tur 15 xal fərqini aradan qaldırsınlar.